Rus dili 365 gündən 7-ci gün. Artıq bir həftədir ki, hər gün sizə yeni məlumatlar yükləyirəm. Telegram nə idi? TikTokuma və hələ də baxmamısınızsa ilk gündən baxın, özünüz faydalanın. Yəni özünüzdə qeydlər edin. Özünüz üçün, gələcəyiniz üçün mən çalışıram. Bəs sən nəsə edirsənmi? Artıq yeni ildir. 2025 dəyişdi, oldu 2026. Bəs sən dəyişdinmi? Bəs sən dəyişməyin üçün nə etdin? Bir o sualı özünə ver. Deməli, əzizlərim, bugün biz sizinlə danışacağıq v və na qoşmasından. V nə zaman istifadə olunur, na nə zaman istifadə olunur. Bu haqda məlumatı ətraflı burada qeyd edirəm və şərh bölməsində də yazacağım, özünüzdə də qeyd edərsiniz. Deməli, v qoşması istifadə olunur, əgər əşya nəyinsə içərisindədirsə. Məsəl üçün, nə bilim, paltar şkafın içərisindədir. Adejda v şkafu. Və yaxud, məsəl üçün, bağlı məkanlarda istifadə olunur v. Məsələn, mən mağazadayam. Ya v mağazini. Mağaza bağlı məkandır. Ya v mağazini. Sonra şəhərlər, ölkələr, rayonlar, kəndlər, bunların hamısı ilə də v istifadə olunur. Məsəl üçün, şəhərdə v qorodu, kənddə v rayoni, yəni rayonda, nə bilim, şəhərin özünün adını deyirsiniz də, məsələn, Moskvada v Moskve və s. və ilaxır. Na isə yadınızda rahat qalmağı üçün belə bir sir deyim. Na v qoşmasının əksidir. Yəni v-larda nədirsə, onun əksi də nadır. Yəni, məsəl üçün, v qoşmasında biz nəyisə içərisində deyirdiksə, na qoşması nəyincə üzərində olandadır. Məsələn, stolun üstündə na stoli, polkanın üstündə na polki və s. və ilaxır. Sonra, əgər v bağlı məkandırsa, deməli, na açıq məkandır. Bəli, na ulitsi, məsəl üçün, çöldə, na astanovki, dayanacaqda və s. və ilaxır. Amma bir üçüncü punktda fərqlilik var. Na, məsələn, v şəhərlər, ölkələr, rayonlar və s. Amma na məcazi mənalarda olan cümlələrdir. Yəni, məsəl üçün, iş. Hansısa bir yer, hara ki, iş adlanır, yoxdur. Ona görə də biz nə ki, bizə maddi cəhətdən pul gətirir, ona iş deyirik. Ona görə də işdə, məsəl üçün, deyəndə biz deyəcəyik na raboti. Məsəl üçün, toy restoranında olur, düzdürmü? Ona görə də məcazi məna olduğuna görə biz deyirik na svadьбе və s. və ilaxır. Əzizlərim, siz də müəllim yanına getmədən, kursa getmədən, sadəcə 10 manat ödəyərək, sərbəst məşğul olaraq, xüsusi mənim kitabım sayəsində siz də bir neçə aya B2 səviyyəsində danışa bilərsiniz. Necə? Sadəcə şərh bölməsinə kitab sözü yazın, geri dönüş edəcəyik. Və yaxud qeyd elədiyim WhatsApp nömrəsinə yazın kitab, ətraflı məlumat atacağıq.